Neynəməlisən? Dili normada danışmalısan. Bəli, bu siz təbliğata vurğu qoydunuz əslində ki, yəni biz burada danışırıq, yəni danışan insanlar dili düzgün bir şəkildə danışmalıdır və düzgün təbliğ eləməlidir. Cənab prezident də bunu qeyd elədi ki, bütün ictimai fəallar və ictimaiyyət bir nöqtəyə vurmalıdır. Amma əfsuslar olsun ki, bizdə bir güruh var, hansı ki, Azərbaycan dilinə sadəcə laqeyd yox, mən çalışıram bunu mümkün qədər Deməli ki, xor baxırlar. Xor baxırlar və mən sizə deyim ki, deyək ki, siz əgər doğru düzgün danışırsınızsa öz dilinizdə, təmiz öz dilinizdə danışırsa, sizə çox rəsmi danışırsan, çox belə deyək də elmi danışırsan və yaxud da ki, bəzən gülüş obyektinə, aşağı kontingent üçün gülüş obyektinə bu çevrilir. Hansı ki, tutaq ki, sən probka yox, tıxac demisən və yaxud da xaladelnik yox, soyuducu demisən və yaxud da uje yox, artıq demisən. Spiçka yox, kibrit demisən. Kibrit demisən, ha, bu nə danışır ki? Gülürsə, belə söz var məsələ. Yaxud da niyə məhz pavorot demirsən? Niyə qay demirsən? Tutaq ki, yol polisi əməkdaşı deyirsən. Buna istehza ilə, gülüş obyektinə, məsxərə obyektinə çevirənlər var. Əfsuslar olsun ki, bu güruha qarşı əslində cənab prezident mesajını verdi. Amma ictimai fəallar, dövlət adamları, ictimai siyasi xadimlər, jurnalistlər, media ümumilikdə sizcə başqa daha hansı addımlar atılmalıdır bu güruha qarşı və İndi də bəli, sizlə razıyam da. İndi bəlli bir təbəqə var ki, onlar Azərbaycan dilinə belə biraz barmaq arası, bəli, aşağı deyil, bəli. Amma onlar azdır, yaxşı ki azdılar. Neynəmək lazımdır? Dili yaxşı öyrənmək lazımdır.